Deməli, Aha. Sarı xanım yazıb soruşur, salam sübhünüz xeyir olsun. Hacı, dinimizdə təfəkkürün və düşüncənin rolu nədir? İnsanlar həyatlarında düzgün qərarları necə verə bilər və bu prosesdə dinimizin tövsiyələri nədir? Çox sual, yaxşı sualdır. Düşüncə və təfəkkürün yeri sözsüz ki, çox mühüm yeri var İslamda və Allah Teala Quranda neçə dənə yerdə tilkəl əmsal nadribuha linnas fəmə ya'qiluha illəl alimun. Allah Teala deyir, təkcə məlumatdanmayın bu ayədə. Məlumat öz yerində əqlinizi də işə salın. Təkcə elə oxumaqla keçinməyin. Oxumaqla yanaşı, onlar o tərəfə əqlinizi də işə salın. Hər şey lazım bir adam elə sənə deyələr, öz beynini işə salsın, anlayarsan. Quranın da ayə deyirlər, ayə yəni nişanə. Yəni, öz mövzuları gələk tutasan özün, anlayasan özün. Əqllə gözün fərqi var da. Bizə təkcə göz verilmir, bəlkə hər şeyi görək. Bizə ağıl da veriblər. Ağlın bir adı ulul əlbabdır Quranda. Əlbab lub kəlməsindən götürülür. Lub, bu məsələn meyvənin içində ki, toxumu olur, məsələn şaftalının götürdüyün tumunu qırırsan, içindəki çıxıra. Çəyirdək deyirlər, nə deyirlər? Toxu içində olanda hər halda indi. Ona deyirlər lub. Mənası nədir? Bəzi alimlər deyir ki, yəni bir var onun qabığını görməyib, bir də onun içini görməyib. Gözlə görünən tərəfi görürsən, ağılla biraz işə salsan, görünməyən tərəfləri görərsən. Ağılın rolu var və ona görə deyirlər, ağıl elə bizə başa salır ki, vəhyə ehtiyac var. Ağıl bu mənada bizə istiqamət verir ki, sən bu yoldakı yaranmısan, məqsədə çatmaq üçün vəhy əlindən tutmasa, sən gedib yetişə bilməzsən. Bu bir məsələ. İkinci, müəyyən mövzularda bizə deyiblər, oturun, düşünün, məşvərət eləyin, qarşı tərəf bilənlər varsa, o bilənlərdən oturun, olan təcrübələrindən istifadə edin və özünüzə vaxt ayırın, əvvələm yətəfəkkəru fi anfusihim, niyə özünüz haqqında düşünmürsünüz bu cür ayələr. Xülasə təfəkkür, düşünmək, hərdən kitabı bağlayın, təcrid olun, zehni işə salın. Və mühüm mövzular haqqında. Bu bir məsələ. Ondan sonra nə dedi orada, sual necə oldu? Deməli, Təfəkkür, başa düşdüm. İnsanlar həyatlarında düzgün qərarları necə verə bilər və bu prosesdə dinimizin tövsiyələri nədir? Düzgün qərar vermək üçün bəzi vaxtlar özün bilirsən, məlumatlısan filan sahədə, o sahədə bilirsənsə, qərar çıxarda bilsən, çıxardırsan. Amma bilmədiyin sahədirsə, mütəxəssisinə müraciət elə. Ələl-xüsus dini mövzularda görürsən, bilən, bilməyən qarışıb bir-birinə. Filan mövzu sahədə məşhur olan məsələn dindən danışır. Bu sənin mövzun deyil. Sən bu mövzuda nə olar ki, sükut eləyəsən, dayanasan, deyəsən bunu biləni var, qoy onlar danışsın. O birisilər sənin sahəbə qarışmır axı. Nə olsun dində, necə gəldi yanaşmalısan. Gələk o suala qayıdaq ki, o insanlar ki, o sahədə sən istəyirsən bir qərar verəsən, mütəxəssislərsə onların bir fikrini al gələn. Sonra özün neynəməlisən? Birinci, doğru dürüst ideoloji təfəkkürə malik olmalısan. Bunlar da öz yerində. Və gedəcəyin yolda o yolla bağlı nə qədər məlumat lazımsa onlara yiyələnməlisən. Bu ikinci məsələ. Və bunun da kənarında axirət mövzusunu unutmamalısan. Ki, axirətin var, aqibətin var, yalnız dünyadan ibarət deyilsin. Çox danışmaq olardı da, mən qısa cavablandırmaq istəyirəm. Hacı, bir məsələyə toxundunuz. Bizim bir dostumuz var, həkimdir, çox da gözəl həkimlərdən biridir. Onunla bir söhbət edirdi, deyir ki, bir an belə dayanmamalısan da. Yəni, həkim bildiyin dayanmamalıdır. Ancaq mütaliə, müasir o tibbi terminlər var, dərmanlar var, preparatlar var. Yəni, bütün günü ancaq gərək bizim işimiz budur da. Həm xəstə ilə işləməlisən, həm də oxumalısan, kitab oxumalısan bu sahədə, dərinlikləri varmalısan, yeni çıxan, müasir texnologiyalar və s. tibbi. Yəni, belə başa düşülür ki, yəni, bu həkimin başı ayılmır da öz sahəsində, oxumalıdır, dayanmamalıdır. Düz. Amma bilirsən, bir həkim çıxır elə bütün gün televiziyadadır və dindən danışır. Maraqlı deyilmi həqiqətən də? Dindən danışır, dini məsələləri müzakirə edir və qatıb qarışdırır aləmi. Axı sən qardaş, öz sahibi hələ
düzəməlli araşdırmırsan, sən bütün günü ya televiziyadasan, ya radiodasan, ya da həkimsənsə, xəstə iləsən. Və sən haçan oxudun? Və yeni çıxan o xəstəliklər var, onların müalicəsi var, dərmanları var. Bundan oxumursan sən. Sən gedib Allahı axtarırsan, ateist düşüncəlidə. Yəni təqribən belə. Yenə də bəzən qarışdırır. Yəni insanlar qəribədir həqiqətən. Get öz sahənlə məşğul ol, düzəməlli, sonra get bu sahədə dərindən danış, fikir yürüt də. Deməli, mən də biraz adam biraz gözə dərdə açılır bəzən. Əli Hüseyn yazır, bugün iftar süfrəsi verirəm, xahiş etsəm, qonağım olarsınız. Mən deyirlər. Təbii ki. Əli, mən Ramazan ayının axırına qədər vədəliyəm, qurban olum sizə. Üzürlü bilərsiniz. Allah sizin süfrənizi qəbul eləsin. Bəli. Mənim də üzərimdən yük götürüldü. O dostlar ki, deyirlər hacını dəvət elə falan. Elə bilirlər, mən sizə demirəm. Yəni, gündə ola bilər də kimsə düşünsün. Bax, görürsünüz, hacının vaxtı yoxdur. Hacı, bəlkə komandanı, kollektivi yığıb bir gün gedək qardaş ilə, operator falan bütün siz özünüz daşın gedin. Yəni, Fəhmi zamanlı yazı, salamün aleyküm hacılar, əziyyətinizi halal edin, valideyn uşaqlar üçün necə olmalıdır? Hər zaman uşaqları qınayırıq, bu dəfə valideynlər haqqında danışın, zəhmət olmasa. Valideyn uşaqlar üçün necə olmalıdır? Birinci, övlada o məktub, daha doğrusu, ən gözəl hədiyyə. Belə bir kitab, şükür olsun, ərsəyə gəlib. O kitabda daha geniş toxunmuşam mövzulara. Bir o kitab müraciət edəsələr daha yaxşı olar. İkinci məsələ, övladlarımıza necə rəftar eləməliyik? Birinci, övladımızı tanımalıyıq, övladımızı kəşf eləməliyik. Təəssüf, bəzi vaxtlar analar, atalar övladlarını hələ dəqiq tanımırlar. Mən hərdən olub oturmuşam, söhbət eləmişəm, sonra çağırmışam, məsələn, atası ilə görüşmüşəm. Demişəm, bu uşağın təfəkkürü budur, zehniyyəti budur, sənin xəbərin var. Deyirsən, Allah. Deyirəm, Allah budur. Sən vaxt ayırmalısan övladı var, necə düşünür, fikirləri nədir, onun üçün prioritetlər nədir, ən mühüm mövzusu nədir, ən mühüm arzusu nədir onun, həyatının qayəsi nədir onun, bunları araşdırmalısan. Onun sonra xarakteri haqqında məlumatın olmalıdır, xüsusiyyətləri haqqında. Bunları bilməlisən ki, qarşı tərəflə doğru-düz ünsiyyət qurasan. Ruhlar fərqlidir. Ruh var ki, məsələn, biraz çox ona təbəssüm eləsən, çox mehribançılıq eləyəndə həddini aşır. Ruh var ki, biraz görsən, sərt reaksiya ilə başqa bir dənə fəlakətlər baş verə bilər. Ruhları tanımaq bu birinci məsələ. O, övladlarımızı kəşf edin. İkinci məsələ, övladlarımıza mühüm vaxt ayırmaq. Onlarla oturmaq, həm söhbət olmaq, onların sizə ehtiyacı var, onları sizdən o məhəbbəti gözləyir. Bu ikinci məsələ. Üçüncü məsələ, o da bundan ibarətdir ki, övladlarınızın dostları, rəfiqələrini tapın. Onlar kimlərlə oturur, kimlərlə durur. Daha çox onun idealları kimdir? Kim onun fikir formalaşdırır? Onları da bilin. Digər məsələ, övladlarınızın təhsili ilə bağlı vaxt ayırmaq təhsilinə, elminə. Beşinci məsələ, uşaqlarınıza fikir verin ki, sosial şəbəkələrdə daha çox nələrdən istifadə edir, daha çox daxil olduğu saytlar və nə ilə məşğuldur övladın. Bunlar hamısı çoxdur da mövzu. Mən 5 dənə dedim ən azı. Bu mövzulara fikir vermək və biraz da səbirlə və dözümlü olmaq, səbirli və dözümlü olmaq, hirsi, kinivi töküb üzərinə evdə görsən, bəlkə belə olur, qadınlar kişi ilə toqquşanda, həyat yoldaşına hirsi uşağı üstə düşür. Göy kişidən acıq çıxır, uşağı qışqırır da. Uşaq qalır, qurban olur bəzi vaxtlar evdə. Bu cür nə olmaz, bu bəyənilən hal deyil, bunun cavabını verəcək bəşər. Yəni, onun burada nə günahı var? Ya, məsələn, əksin də ola bilər olsun. Ona görə övladlarınıza əlxüsus vaxt ayırın, bu mövzuya diqqət edin. Ağayar Qarayev yazı, salam əziz hacılarımız. Rum surəsi, ayə 30, 121, səhifə 407, zəhmət olmasa izah. Sağ ol. Nə yazdı? Allah razı olsun. Cüzünü də yazdı. Böyle bir acığa deyib onu deyəsən. Xahiş edirəm ki, səhifəni də yazın, qardaş cüzü də yazın. Rum neçə, ayə neçə? Ayə 30. Ayə 30. Əuzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Fəəqim vəchəkə lid-dini hənif. Fitrətəllahəl-ləti fətərən-nasi aleyha.
La təbdilə li xalqillah, zəlikəd-dinul qayyim, vəlakinə əksərən nasi la ya'lamun. Deməli, bu mövzu fitrət haqqındadır. Deyir, üzvü tut o dinə ki, o din fitrət dinidir. Yəni, fitrət, fətərə, yəni kəlməsi xüsusi yaradılışa deyirlər. Allah elə yaradıb ki, sənin, mənim vücudumu ki, din sənin vücuduva yad deyil. Din sənin ruhuva, belə deyək də, uyğundur, adekvatdır. Din sənə kamala gedən yolu göstərir, ruhun da kamal axtarışındadır. Sən ali gözəlliyi sevirsən, din gəlir sənə gözəlləri göstərir ki, bunlar gözəllər kimdir ki, kimə aşiq olmalısan. Məsələn, içində təqlid etmə hissi var, nümunə axtarışındasan, nümunələri gətirir sənə göstərir ki, nümunə bunlar deyə səhv salma ki. Yəni, ruhuva uyğundur. Ruhuva adekvatdır bu din. Fitrət yəni bu. Deyir, üzvü tut ora və çəkə insan üzünü çevirməsi, yəni bütün vücudun üzünü çevirməsi. La təbdilə li xəlqillah. O fitrət nədir? Dəyişilməz. Fitrətin bir xüsusiyyəti var ki, örtülər toz torpağının üstü. Amma bir dənə gəmidə, nəm təyyarədə bir dənə oyan-buyan olan kimi, kim bilir təyyarədə deyir, ateist olmazı. Belə bir alim bir fikri vardı. Görsən, hamı İnşallah, maşallah, ya Allah, yaxşı olacaq, düşün bir də aşağı. Orada ən çətin anlarda fitrət ayılmağa başlayır. İnsanın fitrəti, ona görə deyil, la təbdil, təbdil deyil. Yəni, o toz torpaq örtəcək, amma çətin situasiyalarda ayılacaq. Ən ələli xüsus can üstündə olanda. Sonra, zəlikə dinul qayyim, və lakin əksərən nası la ya'lamun ki, bu din haqqında da izah verdim. Qayyim dindir. Belə deyək də, və lakin əksərən nası la ya'lamun, insanların çoxusu deyib bunu bilmək. Yaxşı. Qayyim yəni haqdır. O dediniz, o xəstə yatağında filan, gəmidə və yaxud təyyarədə ateist olmur. Həqiqətən də belədir ya. Bu nümunələrini də görmüşük. O boyda ateist, özünə ateist, təbii ki, başqa sahəsi, o da sahəsi başqadır. Arxeologdur, nədirsə. Amma ateist alim hesab olunur da. Allah inkar edir. Maraqlı ki, xəstə yatağında idi, özünü çəkirdi. İnşallah sağalacam filan. Deyir, inşallah sağalacam. Mənim bir ateistlə söhbətim olmuşdu. O mənə deyirdi ki, elə o da sizin kimi, inşallah yaxşı olar, inşallah nə daxil bir söhbət içildi. Yer gəlmiş, o Quranı bugün götürüm də sizdən. Dünən yazdılar mənə. Və dünən Instagramıma yazmışdılar. Bir ayın birində olur bir xanım. Götürərsiniz. İndi bir yolla gələk göndərəm ya Bakıya gələndə. Bunu götürürsünüz, bir dənə də beləsi gələcək. Özünüzə başqa Quran tapında. Yox, yəni bir dənə də belə gətirəcəm, sonra baxanlar deyək ki, verməyib. Yəni bundan başqası da var. Bugün götürüm mən. Verirəm, bəli. Mir Ceyhun Quliyev, salamün aleyküm Haccan. Allahdan səbir istədikcə daha çox problem ilə qarşılaşmağa başladım. Allahdan nə? Səbir. Daha çox problem ilə qarşılaşmağa başladım. Sonra başa düşdüm ki, səbir istəməməliydim. Necə dua etməyi tövsiyə edirsiniz? Səbir istəyin. Səbir necə istəməyəsiz ki? Səbirsiz insan özünə ziyan verər. Səbirli insan, belə deyək də, düzgün fikirləşər, düzgün addımlar atar, lazımsız qərarlar verməz, yanlış fikirlər söyləməz. Yadıma bir dənə Əmirül-Möminin hədisi düşdü. O maraqlı hədisdir ki, Əleyhisselam buyurur ki, Sədrul aqil sunduq sirrihi, ağıllı insanın qəlbi sir sandığıdır. Qəlbində sirlər var. Ondan sonra deyir ki, vəl-bəşaşətu hibalətul məvəddə, üzdəki təbəssüm məhəbbəti cəzb, insana məhəbbət çəkər. Yəni, üzündə bir təbəssüm olsa, indi ailəvə, görərsən bir dənə böyük problem bir təbəssümdən həll olar. Elə onun hirsi var isə, hirsi soyuyar, məhəbbət qəlbinə daxil olar. Ya dostların bir digər rabitəsi, rəfiqələrin bir digər rabitəsində. Sonra deyir ki, əl-ehtimalu qabrul uyub. Hədisə baxın, deyir, dözmək, səbirli olmaq eyiblərin qəbridir. Eyiblərin, yəni görsənən budur ki, insan səbirsiz olanda, təmkinsiz olanda elə bir hərəkətlər eləyər ki, bütün içi eybi, gizlənmiş eyibləri üzə çıxar. Nəticə cəmiyyətin içində nə olar? O
o həddə ki gözləyirdən onu oradan düşər. Əslində o səbr, dözüm sənin uca saxlayır, səni ayaq üstə saxlayır ki, o içindəki o eyblər, nöqsanlar var, üzə çıxmasın. Əl-ihtimalu əmrül müminin deyir, qəbrül uyub. ehtimal dözmək eybin qəbridir. Yəni örtmüsən qəbrin altında qalıb. Var, məsələn maraqlıdır ya, qəbrin içindədir də, amma örtülüb görünmür də. Zahirən qəşəngdir, üstü, amma görünmür nə var, amma içdə qalıb. Sonra da davamı da qoydum, elədi qutarsın. O gəlim o səbrə də. Deyir ki, mən radiya ən nəfsihi kəsrə saxitu aleyhi. Kim özündən çox razı olsa, belə özündən razı olan adamlar var, deyir ona qarşı nifrəti olanlar çoxalar. Xülasə bu ayə deyir ki, səbirli, təmkinli olun. Səbirli, təmkinli olmanın faydası özvədir. Bu bir. İkincisi, əlbəttə yerində. Yerində. Çox bəzi vaxtlar insan humanist olanda görsən, qarşı tərəfdə həddini aşır, o da doğru. Belə istədiyi kimi rəftar eləməyə başlayır, istədiyi kimi hərəkət eləməyə başlayır və səndən sonra gedir başqaları nə cürə davranır. Yaxşı, onu da sən pis istiqamət verirsən, ona da sən pis örnək olursan, pis yol göstərirsən yerində. Amma Allahdan bunu istəyək ki, ya Rəbbəl aləmin, düzgün qərar verməyi bizə nəsib elə. Furqan yəni. Və mən yəttəqillah yəcəlləhu furqan. Kim təqvalı olsa Allah ona nə verər? Furqan verər. Yəni təqva da yəni burada bəsirətli, doğru, dürüst düşünmək, təfəkkür eləmək, eyni zamanda iman. Allah ona furqan verər, bilər ki, harda əsəbləşsin, harda neyəsin? Sükut eləsin. Harda həlim olsun, harda sözün desin. Bunu insan gələk təyin eləsin. Bəli. Davam eləyək. Mir Ceyhun Quliyev yazı salam əleykum. Allahdan, bunu təzdən oxuyuram. Tamilə Həmidzadə yazı salam əleykum. Əleykum salam. Mənim atam 4 aydır rəhmətə gedib, mən ona nə dualar etsəm yaxşı olar. Atam özü namaz qılan, Quran oxuyan olub. Allah rəhmət eləsin. Əleykum salam. Allah rəhmət eləsin. Allah inşallah Peyğəmbər və Əhl-i Beytindən qonaq qərar versin. Amin. Qəzaları qalbısa əgər, onlar tutulsun ki, böyük oğula vacib olur o qəzaları tutmaq. Əgər istəsələr, razılaşırsa digər övladlar da bir digərini onlar da qıla bilərlər. Əsas odur, vaciblər icra olunsun. Və bununla da yanaşı yaxşı əməllər edib onların ruhuna ehsan eləmək, hədiyyə eləmək, ruhlarına salavat göndərmək və s. Hacı Quran oxutdura da bilər. Olar, əlbəttə olar. Allah Quran-ı Kerimdə buyurur ki, kim bir nəfəri haqsız yerə öldürsə, sanki bütün insanları öldürür. Bu nə deməkdir? Bəli, ayə var. Ayə belədir ki, mən qətələn nəfsə bi qeyri nəfs o fəsadın fəl-ərdi kəannəmə qətələn nasə cəmiyyən. Sən bir nəfəri öldürsən, bütün bəşəriyyəti öldürmüsən. Elə bir atom bombası atmışsan. Bəli, bütün bəşəriyyəti öldürdün. Neçə dənə cavab veriblər. Biri budur ki, sən bir nəfəri öldürsən, deyirlər mənəvi nöqteyi nəzər. Yəni bir nəfər, özün bədbəxt olmuşdun, apardın, qonşunun uşağını bədbəxt elədin. Bəli. Yəni, özün düşmüşdün bataqlığa, apardın kimsə saldın bataqlığa. Allah sənə insaf versin. Onu öldürsün, deyir, elə bir mənəviyyatını öldürdün də. O mənəviyyatı öldürmək bərabərdir bütün bəşəriyyəti öldürməyə, fiziki öldürməyə. Yəni bir nəfərin mənəviyyatına xələl gətirmək Allah qatında bu qədər ziyandır. Cəzası var. Elə bilsən bir nəfəri atıb, aparıb, bataqlığa aparıb attın, Allahdan ayırdın, attın uçuruma, elə bütün insanları öldürmüsən, sənin xəbərin yoxdur. Bu bir cavab. 2. Bir alim belə izah verdi ki, kim bir nəfəri öldürsə, ruhu o qədər ölər ki, onda bir potensial var ki, hətta bəşəriyyəti öldürə də bilər. Yəni, insanlıq rəhmi gedər onun qəlbindən, mərhəmət hissi. Daha var o gündən ki, mərhəmət hissi getdi, o həddə insan yetişər ki, elə bəşəriyyəti öldürə bilər. O üçün də adiləşdi. Başa, onun üçün çox rahatdır bu demək. Həccac ibn Yusuf haqqında danışırlar ki, o qədər adam öldürməyə onun üçün rahatlaşmışdı ki, hətta zövq alırdı, yemək yiyəndə deyirdi, bir nəfər gətirin Əhl-i Beyt tərəfdarını, onun başını kesin, çapalasın qabağında yeməyimi yiyim. O insanda rəhm hissi ölüb, bir dəfə, 2 dəfə, 3 dəfə da vəhşi biridir. O bir nəfər deyirdi, döyüşlərin birindəyə, deyirdi, mən ölülərin birinci başını kesdim, sonra dirinin başını kesməyə başladım. Bu da bu. Yaxşı.
İkinci də məsələ budur. Üçüncü məsələ budur ki, Allah istəyirsin ki, bir alimin də fikri bu idi. Deyirdi, bir insanı öldürmək, elə bir ki, onun bir canı bərabərdir bəşəriyyətin. Elə bilirsən, biri öldürəndə hamını öldürmüsən. Bunun canının dəyəri elə hamını öldürmüsən. Elə bir tərəzinin gözündə o tərəfdə hamı var. Sən bir nəfəri öldürməmsən, onun canının dəyəri o qədər. Məsələyə belə bax. Üçdən təfsir edir. Hazır o narkoman insanın da, yəni o kimsə qonşusuna, yəni belə deyir də, o xəstə adam istəyər hamı xəstə olsun, o ağır xəstələr var da, bəzən onlar haqqında deyirlər. Məsələn, narkoman da istəyir ki, hamı onun kimi olsun, yəni deyir, mən bu zülümdəyəm, bəladayam, qoy o birlər də olsun və yaxud başqa tərəfləri də var da, bunu mən istəmirəm dərnəyəm. Yəni bir insan satır, edir, onu yayır da bütün ailələrə, qonşulara, ailələr məhv olur, ata-analar əzab, əziyyətə məruz qalırlar. Görün, bu da elə insan öldürməyə kimi bir şey sayılır da. Bu da elə, ayə buna da şamil olar da. Baxın, o insan ki, özü düşüb bataqlığa, dua eləsin, Siz yalvarsın, dediniz, mən biraz... Bir də var, eyb yoxdur. Bir də var ki, bataqlığa düşməyib, bataqlığa salır insanları. O özü çətin çıxada bir də bataqlıqdan. Adamın insafı olar. İnsafı, anaların gözün yaşlı qoyma. Yaxşı. Yəni ağır cinayət tək adam öldürmə deyəndə adama qəlbə gəlir də qatillik. Amma adam öldürmədən ondan daha böyük cinayətə əl atmaq olur da, bu da onlardan biridir. Bəli. Qoca ana, qoca arvaddır, görürsən ki, acı pensiyasını onun əlindən oğlu alır, aparır, verir də, o belə deyək. Yəni bunu zülmə məruz qoyur. Bunu necə dözmək olar da? Bunu qıraqdan müşahidə edirsən həqiqətən. Elə bunu vurub öldürməkdən də betərdir bu deyərdim. Ağır mövzudur həqiqətən. Allah özü kömək olsun. Amin. Allah bunu oxudu. Jasmin Aliyeva yazır. Hacı zəhmət olmasa deyərdiniz üzün nurlu olması üçün hansı duaları oxumaq lazımdır? Mən onu bilmirəm. Elə dualardan xəbərim yoxdur mənim. Aha. Sonra Allah üzünüzü güldürsün. Ağır mövzular olur, bəzən adama təsir edir. Amma bəzən də orada görürsən, bəzi mövzular olur, suallar olur. Adamın könlünü açır həqiqətən də. Famil Mənəfov yazır. Hacı Allah sizləri qorusun. Mənim sizdən xahişim var. Mənim uşağımı namazlarınızda dua edin, xəstədir. Allah sizin övladınıza şifa versin inşallah. Amin. Əhl-i Beyt hörmətlə. Versin.